testinə baxacaq. Birinci testə baxaq. Mən ki elə bunu axtarırdım. Cümləsindəki sözlərlə bağlı doğru fikri müəyyən edin. Bizdən nə istəyir? Doğru fikir istəyir. A variantına baxaq. Sözlərdən biri düzəltmədir. Mən sadə, ki sadə, elə, bunu sadə. Axtarırdım sözündə təhlilinə baxaq. Axtarmaq sözün kökü, indiki zaman, idik hissəciyinin şəkilsizləşmiş forması, şəxs sonluğu. Deməli, hamısı sadədir. A variantı getdi. İşarə əvəzliyi mənsubiyyət şəkilçisi qəbul edib. Burada işarə əvəzliyi bunudur. Bilirik ki, bu işarə əvəzliyi də mənsubiyyət şəkilçisi qəbul edə bilməz. Buradakı U təsirli yal şəkilçisidir. Nəyi? Bunu sualından da görmək olar. Ona görə də B variantda getdi. Köməkçi nitq hissəsindən sonra vergül qoyulmalıdır. Buradakı ki ədatdır. Ədat olduğuna görə ədatdan sonra vergül qoyulmur. Ona görə də C variantı da getdi. Amonimliyi olan iki söz işlənib. Mən sözünün amonimliyi yoxdur. Ki sözünün amonimliyi var. Biri ki olacaq. Həm ədat, həm də bağlayıcı kimi. Elə sözünün də amonimliyi var. Elə işarə əvəzliyi, elə ədat, elə feil kimi, eləmək feili kimi. Bu işarə əvəzliyinin amonimliyi yoxdur. Axtarmaq feilinin də amonimliyi yoxdur. Cavabımız D olacaq. Ki və elə ədatları amonimliyə malikdir. Feil keçmiş zamandadır. Burada görürük ki, ırdı şəkilçisi, yəni indiki zaman şəkilçisidir. Keçmiş zaman olsaydı ya D, mış, ya da ıb şəkilçisi olardı. Ona görə də cavabımız D olacaq. E variantda yanlışdır. İkinci testə baxaq. Azərbaycan dili gözəlliyi, zərifliyi, zənginliyi ilə seçilir. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Dili mənsubiyyət şəkilçisi ilə işlənmiş isimdir. Bəli, bu doğru fikirdir. Çünki Azərbaycan dili ikinci növ təyini söz birləşməsidir. İkinci növ təyini söz birləşməsinin birinci tərəfi qeyri-müəyyən yiyəli halda, ikinci tərəfi mənsubiyyət şəkilçili olur. A variantı doğrudur. Azərbaycan yiyəli halda olan isimdir. Bəli, Azərbaycan sözü qeyri-müəyyən yiyəli halda olan isimdir. Doğrudur. İlə qoşmadır. Bəli, burada ilə qoşmadır. Bu da doğrudur. Seçilir düzəltmə feilidir. Seçməkdən seçilmək, bəli, düzəltmədir. İrdə indiki zamandadır. D də doğrudur. Gözəlliyi, zərifliyi, zənginliyi sözlər təsirli halda olan isimlərdir. Əgər burada öz təyin əvəzliyini qoya bilirəmsə, öz zənginliyi, öz gözəlliyi, öz zərifliyi. Onda buradakı i nədir? Hal şəkilçisi yox, mənsubiyyət şəkilçisidir. Ona görə E variantımız yanlışdır. Bizdən yanlış istəyirdi. Cavab E variantıdır. 3-ə baxaq.